İranın Molla rejiminin Əli Kərimlini müdafiə etməsi nədən qaynaqlanır və nədən xəbər verir? Əli Kərimli Rusiya ilə beraber İrandan mı, oradan mıdır tapşırıq alıb? Xarici ölkələrdə, lap İran olmur, hansı ölkə olur olsun, nicat axtaran insan siyasi liderliyə iddia etməməlidir. Əgər sən siyasi lidersənsə, ümumiyyətlə sən ictimai rəydə varsansa və dövlətə, millətə bağlı olduğunu iddia edirsənsə, xaricdən nicat ummamalısan. Məsələn, mən özümdən misal gətirdim də, bax 2005-ci ildə seçkidə, faktiki seçkini udmuşdum, o şikayət mərhələlərini keçdim. Mənim dostlarım yığışdılar başıma ki, Avropa məhkəməsinə verək işi. Dedim, burada dayan. Ölkəmin içində ədaləti bərpa etdim, edə bilmədim, bu başqa şeydir. Bu mənim ölkəm bilər, mən bilərəm. Amma mən gedib müstəqil Azərbaycan Respublikasını hansısa xarici bir məhkəməyə şikayət edən deyiləm. Biz Moskvadan ona görə mi qopmuşuq ki, Moskvanı qoyub indi başqa bir mərkəz axtaraq ki, gedək ora şikayət edək. O cümlədən də bizim siyasi liderlər, ictimai fəal insanlar özlərinə onu yaraşdırmamalıdır ki, onları kimlərsə xarici mərkəzlər, xarici dövlətlər müdafiə etsin. İndi bax, hələ İranı ümumiyyətlə yaxın buraxmaq olmaz. Biz bilirik ki, İran Azərbaycan Respublikası adlı dövlətə düşmən kəsilir. Oranın o dini rəhbərliyi və bu adamı da Əli Kərimlini də müdafiə edən onlardır. Onlar da boşuna müdafiə etmir, qarşılıq verirlər. Bilirsiniz niyə? Çünki bugün Avropa Parlamenti də indi iddia elədi ki, güya 400 nəfərə qədər siyasi məhbus var da Azərbaycanda. Evet. Onları biz sizlə dəfələrlə demişik, 230-dan çoxu İrana bağlı, Azərbaycanda dünyəvi dövləti devirib, yerində məzhəb dövləti qurmaq istəyən adamlardır. İş ondadır ki, həmin adamları Əli Kərimli davamlı şəkildə müdafiə edir. Edib və edir. Bir an belə addım atmayıb geriyə. Doğru. Bu Əli Kərimli həbs olunanda onu ilk müdafiə edən onlar idi. Radikal İslamçılar. Bəli, radikal İslamçılar oldu. Bəli. Ona görə də bugün Səhər Azəri televiziya kanalı üzərindən, ümumiyyətlə İranın klerikal kəsimi tərəfindən Əli Kərimlinin müdafiə olunması şəxsən məndə təəccüb doğurmur. Bir qarşılıqlıdır da, yəni bu onları, o bunları. İndi bu bir iş birliyidir. Məsələn, mənə qarşı nəsə olanda niyə durub İrandan kimsə mənə müdafiə eləmir? Rusiyadan kimsə mənə müdafiə eləmir? Sualdır da. Düz deyə, indi mənim elə bir ciddi problemim yoxdur, amma olan vaxtlar olub da. Mən heç vaxt görməmişəm ki, tutaq ki, məni müdafiə etsinlər. Niyə? Çünki adamlar bilir ki, bu adam bizlik deyil, bunu müdafiə etməli deyilik. Üstəlik də vaxt olub ki, o Səhər Azəri televiziya kanalının burada müxbiri məndən müsahibə almaq istəyib, demişəm, gedin işinizlə məşğul. Siz kimsiniz ki, mən sizə müsahibə verim? Hətta elə bir vaxt olub ki, Azərbaycanda üzümə televiziya kanalları bağlı olub, onlar məndən müsahibə almaq istəyiblər ki, sənə efir verməyiz. Yenə yox demiş. Əlbəttə ki. Demişəm siz. Siz kim, mən kim? Mən sizin efirə çıxacağıma 100 il efirə çıxmaram da. Daha yaxşıdır. Yəni niyə? Çünki mənim tərəfim bəllidir. Azər bəy, İranın Əli Kərimlini belə müdafiəyə qalxması onu deməyə əsas verirmi ki, Ramiz Mehdiyev işində həm də İranın barmağı olur? Mütləq, çünki Ramiz Mehdiyev xaraktercə elə adam idi ki, o Azərbaycanın müstəqilliyini heç vaxt təzmin eləmədi. Doğru. Azərbaycanın milli xəttdə olmasını heç vaxt qəbullanmadı. Azərbaycanın bu geniş Türk coğrafiyasına açılmasını bu adam heç vaxt qəbullanmadı. Bu ancaq bizim Moskvadan asılı qalmağımızı istəyən birisi idi. Moskvadan asılı qalmağı istəyən adam da kim olur olsun, eyni zamanda bizim həm də Tehrandan asılı olmağımızı istəyir. Niyə? Çünki Azərbaycan Respublikasına münasibətdə Moskva ilə Tehran çəkici bir zindana vurub həmişə. Bu yəni tarixdir. Biz həmişə görmüşük də İranda müttəfiqdirlər də Rusiya. Müttəfiqlər özdə məhz Azərbaycan məsələsində bunlar, hətta bunlar ümumiyyətlə düşməni olsalar bir-birlərinə, Azərbaycan məsələsinə gələndə birləşirlər. Mövqeləri qəti fərqlənmir. Moskva nə deyirsə Tehran onu eləyir, Tehran nə deyirsə Moskva onu eləyir. Çünki güclü Azərbaycan hər ikinə sərf etmir. Üstəlik də axı başa düşürlər ki, bax 1945-ci ildə qurulan Azadistan da, yəni Azərbaycan o vaxt ki, Güney Azərbaycandakı dövlət kim yıxdı onu? Rusiya qoşunları getdi yıxdı da. İranın içində dövlət qurulmuşdu müstəqil, Azərbaycan dövləti. Rusiya getdi. Düz deyə Rusiyanın qoşunları əvvəlcədən orada var idi.
bizdə də ümidlər yaranmışdı. Yəni bizim bu taydakı Azərbaycanın o tayda azad olacaq, bütövləşəcək və s. Onu yıxan Rusiya oldu İranla bir yerdə. Üstəlik də onlar bax bu dekabr ayında baş verib yeri gəlmişkən qurulması da, yıxılması da onların o rəhbərlərini, yəni Pişəvəri düzdür indi qaçıb gələ bildi bu taya, o müəyyən imkanlar tapıb. Orada qalanlar oldu. Məsələn onların təhsil naziri var idi Firudin İbrahimi. Astılar adamı. Azərbaycan dilində çap olunmuş bütün kitabları yığdılar. Bütün kitabları ya. Məktəblər filan başlamışdı. Universitet açmışdılar adamlar. Azərbaycan dilində. Hamısının kitablarını yığdılar. Böyük tonqallarda yandırdılar ki olmaz. Qətiyyən olmaz. Yəni türk dilində məktəb olmamalıdır. Universitet olmamalıdır. Bütün o rəhbərlərin hamısını astılar. Zülm etdilər insanlara. Nə qədər insan güllələndi, asıldı, nə bilim, başqa yollarla öldürüldü və bütün bunların arkasında həm də Rusiya var idi. Bu sadəcə Tehranın elədiyi deyildi ki. Şah rejimi orada, buradan da Moskva. Yəni bunu etdilər Stalinin köməkliyi ilə. Sözüm ondadır ki, Moskva ilə Tehran eyni şeydir bizim üçün. Və bu Ramiz Mehdiyev tipi adamlar da Moskva ilə Tehranı eyni cür görür. Onlar Azərbaycandan həmişə qorxublar. Güclü Azərbaycan, bax, müstəqil Cənubi Azərbaycan deməkdir, müstəqil Dağıstan deməkdir. Ona görə Rusiya da qorxublar. Bax, Əli Kərimlinin müdafiəsi də oradan qaynaqlanır əslində. Niyə? Çünki bunlar baxırlar sağa sola, görürlər ki bu saat müxalifət içində öz radikallığı ilə seçilən kimdir? Əli Kərimli. Radikallığı yox, bu xalqa düşmənçiliyi ilə seçilən Əli Kərimli. Onun üzərində iş qururlar, oyun qururlar ki, Əli Kərimlini müdafiə edək. Burada da dindar kəsimə mesaj ötürürlər ki, bax biz bu adamı müdafiə edirik. Baxma da indi bir məzhəb baxımından bir xeyli kütlə var axı bu ölkədə. Və bunları hərəkətləndirib Prezident İlham Əliyevə qarşı normal onların ağlınca bir müxalifət qurmaq istəyirlər. İrana bağlı müxalifət. Kimi də lider görürlər? Əli Kərimlidir. Ona görə mən düşünürəm ki, bax bu mərhələdə Əli Kərimli doğrudan da İrana, Moskvaya bağlı deyilsə, çıxıb bəyanat verməlidir ki, mən İranın məni müdafiə etməsini arzulamıram. Dayandım. Qəbul etmirəm deməlidir. Qəbul etmirəm deməlidir. Bəli. Deyəcəkmi? Mən deməyəcək. Biz indi efirdən bu mövzunu açdıq. Bəli. Onun o vəkilləri ya kimlərsə də indi görüşürlər də arada gedib. Qoy ona çatdırsınlar ki, cəmiyyət səndən bunu gözləyir. Görüm o bəyanatı verəcəkmi ki, mən İranın müdafiəsini istəmirəm. Rədd eləyirəm. O görüm eləyəcəkmi? Əbülfəz Elçibəy olsaydı, eləyərdi. Əbülfəz Elçibəy çıxıb deyərdi ki, mən bu türmədə çürməyə hazıram, sizə dəxli yoxdur. Özüm bilərəm, dövlətim bilər. Elçibəy bunu deyərdi. Əli Kərimli deyəcəkmi? Gözləyək. Hər halda biz bu mövzunu açdıq, gözləyək. Şəxsən mən olsam, Allah eləməmişə, yəni hansısa bir problemim olsa, tutaq ki, dünya susub da, qalxıb da İran oradan desək ki, mən Azər Əsrəti müdafiə edirəm. Anında bəyanat verərəm ki, sənin müdafiən başını dəysin. Sən kimsən məni müdafiə edirsən? Mənim dövlətimdən özü də. Mənim dövlətimdən qoruyursan, mən dövlətimə nə olub ki? Məhkəmədir, istintaqdır, araşdıracaqlar. Günahın yoxdur, çıxacaqsan, günahın var, cəzalanacaqsan və cəzalanmalısan. Niyə də cəzalanmamalısan? Bir suç işləmisənsə, bunun cəzasını çəkməlisən. Kimdənsə xoşun gəlməyə bilər, amma qanun qanundur. Yəni deməyim odur ki, İranın müdafiəsində yaxşı bir şey yoxdur. Təbiidir ki, bu anti-Azərbaycan mövqedir. O, yeri gəlmişkən, bayaq dediyim kimi, o məzhəbçilər ki var, həbs olunublar. İndi bəzi qərb dairələri də onları siyasi məhbus elan edir. Bax, yeri gəlmişkən, onlarla bərabər Əli Kərimlinin adını çəkirlər. Elə Avropa Parlamentinin bu qətnaməsi oldu ya 18 dekabrın. Orada da o 400 rəqəmi yazıblar ki, 400 siyasi məhbus və orada ad vurğulayıblar Əli Kərimlinin dərhal azadlığa buraxılmasını tələb edirik. Niyə tələb edirsiniz ki? Ondan sonra o etnik bölücülər var həbsdə bu saat. Adamlar etnik bölücüdür də, yəni Əli Kərimli dövləti zorla ələ keçirməyə cəhdə ittiham olunur. Yəni gözləyin, tələb edirsən. İstintaqı gözləyin. Nəticəni sabah həm də çox istintaq gedir. Sən istintaq gedən bir hardan bilirsən? Sən hardan bilirsən ki, dövlət onu həbs eləyəcək? Bəlkə deyək ki, günahı sübut edilməyəcək, açıb buraxacaqlar. Üstə gəldə, sən Avropa Parlamentinin deputatı 477 nəfər bizim əleyhimizə səs verib də orada parlamentdə, Avropa Parlamentində. Yəni siz hardan bilirsiniz ki, bu adam günahsızdır? Hardan bilirsiniz ki, bunun bir bədəməli yoxdur, dövlət siyasi məhbusdur. Qərazda olduğu elə ilk andan hiss olunur. Tural bəy, mən sizə bir söz deyim, o 477 nəfər var, ya 67-dir, bəlkə də rəqəmi qarışdırıram. Yəni, o adamların 7 nəfərin heç olmasa bilsə ki, burada nə baş verir? Mən
Nə deyim, o belə bəzi ifadələr işlətmək istəmir. Adamların buradan xəbəri yoxdur heç. Sadəcə qarşılarına çıxıb sənəd və bunlar səs veriblər. Və kampaniyanı təşkil edən kimdir? Bu da bəlkə təəccüblü gələcək tamaşaçılara. Biz amma dəfələrlə demişik. Avropa parlamentində o qətnamənin keçməsinin arxasında böyük ehtimalla Rusiya var. Rusiya. İndi deyilə bilər ki, Avropa Rusiyaya sanksiya tətbiq edir. Nə bilim, Avropa ilə Rusiyanın arası açılır və s. Boş şeylərdir. Rusiyanın Avropanın içində hələ də təsir imkanları qalır. Siyasətdə, dövlət rəhbərləri arasında, nə bilim, deputatlar arasında və Azərbaycanın üzərinə də bayram deyil, seyran deyil, durub bu cür hücumun təşkil edilməsində mütləq Rusiya var. Və bəlkə də Prezident İlham Əliyevin Peterburqa getməməsi də buradan qaynaqlanır. Ola bilər. Bilirsiniz niyə? Ki, İlham Əliyev çünki hazırlaşırdı. Bütün görsənişlər elə idi ki, hazırlaşırdı getsin, orada iştirak etsin. Peterburqdakı o tədbirdə. Dünən və bugün. Amma anidən xəbər yayıldı ki, getmədi. Biz getməyəcəkdi, onu da biz deyə bilmərik. O da ola bilər. Yəni ehtimaldır. Amma mən inanmıram gedəcəkdi. Müəyyən hazırlıqlar var idi gedəcəyi ilə bağlı da. Amma getmədi. Yəni bu da ola bilər. Ona görə Rusiya bilirsiniz nətərdir? Rusiya üzdə bir şey deyir, arkada başqa oyun oynayır da. O düşənbə görüşü 9 oktyabrda Prezident İlham Əliyevlə. Putin gəldi, uşaq kimi hesabat verdi onun qabağında. Bəli. Bütün dünya gördü bunu. Dünya mediası manşetləri atırdı onunla bağlı. Ki Putin İlham Əliyevə hesabat verdi filan elədi. Yəni adam söz verdi, bunu eləyəcəm, onu eləyəcəm. Elədi mi? Yoxdur. Heç nə eləməyib.